Heç vəbsə ümumiyyətcə heç telefon olmasa da yaxşı olardı. Bunun axırı yaxşıya getmir, yaxşıya doğru getmir. Evimdə olan qızıma sosial şəbəkələrdən istifadə etməyə qadağan eləmişəm. Bizim uşaqlar onu yalnız oyun mənbəyinə çeviriblər. Əcnəbilərə baxırlar və fikirləşirlər ki, bu düzdür. Evdəkilər deyən düz deyil. 17 yaşa qədər qısıtlı bir istifadə zamanı lazımdır uşaqlara. Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkədən istifadəsi qadağan edilə bilər. Bununla bağlı nə düşünürsünüz? Fikrimcə tam qadağa yox, amma məhdudiyyətlər mütləq qoyulmalıdır. Yəni öz tələbələrimizdə də, şagirdlərimizdə də görürük bunu. Qoyulsa əla olar. Mən dəstəkləyirəm. Bir filtrasiya keçirib, yəni onların yaşına uyğun kontent yığılmalıdır mütləq olaraq. Mənə elə gəlir ki, tam məhdudiyyət deyəndə ki, yəni uşaqların yaşa görə, yəni məhdudiyyət qoysa daha yaxşı olar. Mənə elə gəlir ki, bunun axırı yaxşıya getmir, yaxşıya doğru getmir. Çünki indiki balaca uşaqlar, cavan uşaqlar hamısı girir, nə lazım olan şeyə də girirlər, olmayan şeyə də girirlər. Ona görə müəyyən yaş limiti qoysa daha yaxşı. Əslində möhtəşəm bir ziyadır. Yəni çünki bəzi etik qaydalar var ki, onlar uyğunsuz yaranır. Yəni uyğunsuzdur bizim mentalitet üçün. Amma sosialdan daha yaxşı şeylərlə faydalansa daha yaxşı olar. Bu TikToka baxmasınlar, TikToku yığışdırsınlar müəyyən qədər. 8 yaşında evimdə olan qızıma sosial şəbəkələrdən istifadə etməyə qadağan eləmişəm. Ümumiyyətlə telefondan istifadə etməyə qadağan eləmişəm. Bir ata kimi öz qızıma qadağa qoymuşam. Baxın, uşaqlarla qaynayıb qarışan birisi olaraq və onun fəsadlarını, hər gün o fəsadlarla üzləşən birisi olaraq elə qətiyyətlə bəli deyirəm. Çünki bizim o məlumat mənbələri var da, onlar başqa şey üçün yaradılıbdır. Amma bizim uşaqlar onu yalnız oyun mənbəyinə çeviriblər, əyləncə mənbəyinə çeviriblər. Amma ondan məlumat almaq lazımdır, gözəl-gözəl. Bir tuşun ucundadır da o istədiyi məlumatı əldə eləmək. Bizim zamanımızda amma gedirik kitabxanada saatlarla vaxt itiririk. Bizim uşaqlar ondan sui-istifadə edir. Mütləq və qətiyyətli şəkildə 17 yaşa qədər qısıtlı bir istifadə zamanı lazımdır uşaqlara. Və bu da istəyir valideyn münasibətində, orta məktəbdə yaşlıları ilə münasibətlərində, müəllimlərə münasibətdə özünün mənfi nəticələrini göstərir ki, yenə deyirəm, bunu biz hər gün onun şahidi olan biriləri olaraq deyirik. Uşaqlar məncə ona baxaraq yaxşı bir şeylər də götürə bilərlər, pis bir şeylər də. Yəni insanların sosial şəbəkə indi bir dəqiqə elədi ki, kim nəyə çox daha üstünlük verirsə, keşfəti də onunla dolur. Yəni uşaqların özündən, valideynlərdən də asılıdır ki, necə idarə etməlidirlər. Yəni uşaqlar dərsdən maraqlanmırlar, çoxsu mənə elə gəlir. Düzdür, mənim də evimdə 2 uşaq böyüyür. Biz onlara məhdudiyyət qoymuşuq. Necə qoymusunuz məhdudiyyəti? Yəni həftədə bir dəfə yarım saat. Sosial şəbəkədən istifadə edirlər. Bəli, istifadə edə bilərlər. Ümumiyyətlə sizcə necə təsir göstərir günümüzdə uşaq? Məncə çox aqressiv olur uşaqlar, çox əsəbi olurlar, ananı atanı eşitmirlər, dərsə fikir vermirlər. Yaxşı fikirdir. Mənə görə ki, biz 18-21 yaşda ancaq yetişirik də, belə deyək də, indiki cavanlar. Ona görə 16 yaş biraz tezdir və sosial şəbəkələr indiki vaxtda çox belə neqativ formada bizim uşaqlarımızı yetişdirirlər. Ona görə nə qədər gec olsa, bu sosial şəbəkələrdə uşaqlarımız belə deyək, baş qoşsalar, o qədər də yaxşıdır. Əcnəbilərə baxırlar və fikirləşirlər ki, bu düzdür. Evdəkilər deyən düz deyil, oradakı olan şeylər düzdür. Nə mən, nə mənim uşaqlarım, nə nəvələri qoymuram. İcazə verirəm. Ancaq kompüterdə, o da dərsdə, nəzarətdə qutardı getdik. Vallahi uşaqlar heç nə ilə məşğul olmaq istəmir, böyükləri eşitmək istəmirlər. Ancaq fikirləri bu telefonlardadır. Ona görə mən çox pis baxıram. Ləv olunsa daha yaxşı olar. Heç vəbsə ümumiyyətcə heç telefon olmasa da yaxşı olardı. Biraz onlara qadağa qoymaq lazımdır 16 yaşından aşağıya. Çünki ora girəndə uca çıxa bilmirlər uşaqlar.